Trump'dan gözlənilməz bir gedişat. İranla danışıq apara bilərəm, dedi Amerika prezidenti. Gündəm xəbərin efirində 10 Mart tarixində və bir xəbər diqqətinizə çatdıracağıq. Belə ki, Amerika prezidenti Donald Trump Florida ştatında keçirdiyi mətbuat konfransında İranla bağlı gözlənilməz və yumuşaq bir bəyanatla çıxış edib. Belə ki, Trump bir tərəfdən hərbi əməliyyatların çox uğurlu davam etdiyini bildirsə də, digər tərəfdən isə rəsmi Tehranla birbaşa dialoq imkanlarını da istisna eləməyib. Trump jurnalistin İranla danışıqlar masasına oturacaqsınızmı sualına cavab olaraq, bəli, mən hər kəslə danışa bilərəm, mən danışıqların adamıyam, amma şərtlərimiz bəllidir, nüvə silahı yoxdur, terrora dəstək yoxdur, deyə Trump bildirib. Trump bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin apardığı 1 saatlıq telefon danışığından sonra verib və Putinin İran məsələsində kömək təklif etdiyini deyən Trump hələlik buna ehtiyac olmadığını, lakin dialoqun hər zaman masada olduğunu da qeyd edib. Prezident davam edən hərbi əməliyyatı şəri yox etmək üçün kiçik bir ekskursiya adlandırır və müharibənin çox tezliklə bitəcəyini, lakin bunun məhz bu həftə baş verməyəcəyini vurğulayıb. Trump'ın bu yumuşalma mesajına baxmayaraq, İran Xarici İşlər Nazirliyi acı təcrübələrdən sonra Amerika ilə heç bir danışıqların gündəmdə olmadığını bəyan edib.